Ermənistandakı seçki prosesi deyəndə siz sadəcə ermənilərə aid olan hissəni düşünməyin. Bu təxribatlar Ermənistan üzərindən oynanır və bu Azərbaycana aid olmayacaq deyə düşünülə bilməz. Əksinə, Ermənistana edilən təxribat dolayısıyla perspektivdə bu Azərbaycana edilən təxribat kimi düşünülməlidir. Baxın, Samvel Karapetyan nə deyir? Deyir ki, erməniləri Qarabağa qaytaracağıq. Fikir verin. Demir ki, müharibə edəcəyik. Çünki bu, onun üçün çox böyük səs itkisi və təhlükə yaradardı erməni ictimaiyyətində. Sadəcə erməniləri Qarabağa qaytaracağıq deyə ən azından Qarabağdan getmiş ermənilərin səsini qazanmaqla həm də radikal siyasətin tərəfdarı olan elektoratı öz yanına çəkir. Ancaq bununla bitmir. Verilən mesajın arxasında sözün əsl mənasında müharibə dayanır. Çünki ermənilərin Qarabağa qaytarılması bilirsiniz nə deməkdir? Ermənilər Azərbaycan konstitusiyasını və pasportunu qəbul edərək Azərbaycan vətəndaşı kimi Qarabağa qayıtmaq iddiasında deyirlər və heç bir zamanda olmadılar. Olmuş olsaydılar, onlar Qarabağı niyə tərk edirdi? Onlar qondarma müstəqil Arçağa qayıtmaq istəyindədir. Bu yeni ərazi iddiası Qarabağa iddia deməkdir. Sadəcə Samvel Karapetyan bunun adını açıq şəkildə qoymur ki, bu erməni ictimaiyyəti tərəfindən təpki ilə qarşılanır.